Yaxşılıq eləyənləri yaxşılığa peşman eləyir bəziləri. Niyə? Başlayır fırlatmağa. Olmaz. Başlayır allatmağa. Olmaz. Başlayır incitməyə. Olmaz. Çox qəribə bir şey. Mən həmişə bu söz demişəm, bəzi əzizlər bilirlər. Yəni həyatımda bu şeyləri mən praktiki çalışmışam ki, Allah lütf eləsə çalışım eləyim. Məsələn, birindən borc almışam. O gün ki ona vədə vermişəm, həmən gün 2 də olsa, 3 də olsa mən ona zəng eləyərdim, yuxudan durğuzardım. Deyərdim ki, mən məsələndə uzaqdaydım, gəldim, çatdım, əmanətin hazırdır, gətirin. Sonra adətən də o adam nə deyər? Gəl, işin gücün yoxdur, yatmışıq da, mən sabah verərsən. Hə, amma bu sözü desin də, Allah köməyi olsun. Bilirsən niyə durğuzurdum 3də yuxudan? Alanda necə durğuzmuşdum? Verəndə niyə durğuzmuram? İndi vaxtından keçib borcuya deyirsən ki, borcu niyə vermirsən? Gec idi, narahat eləmədim. Alanda niyə narahat eləmişdim bəs? İstəyəndə niyə narahat eləmişdim mən? İstəyəndə narahatçılıq sayılmırdı. Qaytaranda narahatçılıq sayılır. Öz üstünə. Onlar variantdır. Bir dəfə də qaytaranda narahat elə də. Gəl dön kişinin qapısını 15 dəqiqə dayanmadan durğuz yuxudan. Necə ki o həngamədən sonra, yuxudan durğuzandan sonra pulunu alıb ikinci zərbəni ona vurmuşdun. Bir dəfə də yuxudan durğuz, pulunu ver, sevindir də bu yetimi. Bir dəfə də pulu qaytarmaq üçün yuxudan elə də, elə həmişə almaq üçün yuxudan eləyirsən. Onda da gözlə görükmür, narahat eləyərəm birdən. Qaytaranda gözə görükür. Yox, gec idi, narahat eləmədim. Yaxşı.